bütün müşkülü hacəti olan bacı qardaşlarımızın hacətlərinin, müşküllərin bərabərdə xeyr olmasına, xəstələrimizin şəfa tapmasına Muhammed Ali Muhammedə salavat deyə inşallah. Və vətən uğrunda, namus qeyrət uğrunda, din uğrunda şəhid olan bacı qardaşlarımızın və məxsusən də şəhidlərimizin ruhları şad olsun. Muhammed Ali Muhammedə salavat deyək. Allah. بر قاتلان ابا عبدالله الحسین تا بر روز قیامت مدام و لعنت باشد. gözümden kim vurup pekan ay kardeş, gözümden kim vurup pekan ay kardeş, akır pekan yerinden kan ay kardeş. Ebel fazlim, ebel fazlim, ebel faz. Hamı desin. Ebel fazlim, ebel faz, ebel fazlim, ebel faz. Gözünden kim vurup pekan ay kardeş, gözünden kim vurup pekan ay kardeş, akır pekan yerinden kan ay kardeş. Evvel faz, evvel fazlim, evvel faz. Gayretinize kurban. Evvel fazlim, evvel göz azalmaz hani koyma ağlarım, göz açamaz beni koyma ağlarım. Gider sonra ele beylan kızlara, özün ağlaya kızlara, göl saraya çölde kaldılar Leylan ay kardeş. Ebel fazli, ebel faz, ebel faz, ebel fazlim, ebel fazlim, başın gani gözden ağlar, gözün bağladıkça kalbim dağlar. Göz az gör
Şin üstte kim olur? Diyar can can, diyar lay lay. Ay kardeş, aval fazli. Aval fazlim. Düşüm konser, uzun kol peykerden. Süzüm sağ göz, kalıp allardan. Süzüm sağ göz, kalıp allardan. Aylaya ben adı ve kurban. Aşrara bakma, kuffara bakma. Aşrara bakma, kuffara bakma. Fakat yara bak, ağyara bakma. Oy sinen üstte, başın ahezde. Sinemde zahmim, mismara bakma. Oy sinem üstte, aşın asla. Sinemde zahmim, mismara bakma. Lay lay evvel, lay lay evvel fez. Lay lay evvel fez. Lay evvel fez. Lay lay fez, evvel fez. Yaverim az gözlerin, evvel fez. Yaverim az gözlerin, evvel fez. Olmigahı eşkide yanına kal. Olmigahı eşkide yanına kal. El verip İslam'ı ucaldığına kal. Kardeşimi, kardeşimi yaxşı qocaqdığına xal. Əvəl fəz, yaverim az sözlərim. Rütbəyi hər düşümə, oldu zəbun sinəyə pürdüşümə. Ey adı dil ezberim az gözlerin. Ey adı dil ezberim az gözlerin. Evvel fez, evvel fez. Evvel fez, yaverim az gözlerin. Evvel fez, yaverim az gözlerin. Bergatlen Ebu Abdullah Hüseyin, ta bir rüz kıyamet, midam lanet başım. Ya Hüseyin senin halva bugün, ya Hüseyin senin halva bugün. Yerler ağladı, göyler ağladı,
yerler ağladı, göyler ağladı. Şümrəlindəki xəncər ağladı, Şümrəlindəki xəncər ağladı. Ya Hüseyin, yerler ağladı, göyler ağladı. Şümrəlindəki xəncər ağladı, Şümrəlindəki xəncər ağladı. Gəldi əsqərdən firqəyi ədu, Gəldi əsqərdən firqəyi ədu, xahiş eylədin, vermədilər su. Doldu qan ilə sağəris olun, sağı-i hövz-i kövsər ağladı. Yerlər ağladı, göylər ağladı, yerlər. Şümrəlindəki Ya Hüseyin sənin halı var bugün. Gördü hər mələ bu hekayətin, vardır sudan sənin çox şikayətin. Baxdı qeyz ilə pozdu halətin, halıvi görən kafər ağladı, halıvi görən kafər ağladı. Yerlər ağladı, göylər ağladı, yerlər ağladı, göylər ağladı. Şümrəlindəki xəncər ağladı. Ya Hüseyin sənin Şümrəlindəki xəncər ağladı. Aldı tiğ ilə bir kəman ələ, düşdü aləmə şuri qəlqələ. Vurdu hülqidən ox müqabilə, əhli asiman yeksər ağladı, əhli asiman yeksər ağladı. Ya Hüseyin sənin xəncər ağladı, Şümrəlindəki xəncər ağladı. Görməyib görməz dideyi, görməyib görməz dideyi cihad, belə məhliqa, belə mizəban. Vurdu su yolun hər mələ nişan, ox deyib Əli əsqər ağladı, ox deyib Əli əsqər ağladı. Yerlər ağladı. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel âkıbetu lil muttaqin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibil kulubina ve şefi'iz zunubina Ebel Qasim Muhammed sallallahu aleyhi ve sellem tahirin ve lanetullahi ala dâhim min alâne ila qiyam yevmiddin. Amma ba'd, qalallahu tebarek ve teala fi kitabihil kerim. Bismillahirrahmanirrahim. İnna a'taynâkel kevser fesalli li rabbike venhar inne şâniyeke vel abtar. Sadakallahul aliyyul azim. Rabbi işrah li sadri ve yessir li emri ve uhlul ugdeten min lisani yefkahu kavli. Allah'ın
salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. Allah'tan istəyimiz, arzumuz bu olsun ki, Allah Teala etdiyiniz ibadət, itaət, duaları, əzadarlıqları sizlərdən, bizlərdən ali dərəcədə qəbul eyləsin. Bu gecə Bab-ül Həvaic, Hacətlər qapısı Əbəlfəz ağanın qapısına gəlmişik. Xüsusi bir gecədir, məxsus bir gecədir. Oxuduğumuz zamandan, gördüyümüz zamandan, bu əzadarlıq məclislərində iştirak etdiyimiz zamandan görmüşük ki, Aşuradan bir gün öncə, yəni sabahki Aşuradır, ondan öncəki gecə Tasua gecəsi, yəni bu gecə Tasua. O ki deyirlər Tasua, Aşura, bugün Tasuadır. Yəni Tasua sırf Əbəlfəz Abbas, Əbəlfəz ağaya məxsus olan bir gecədir bu gecə. Və çox təkid olunub ki, bu gecədə bütün fikrivi, düşüncəvi, bir qədər dünyadan azad edəsən, dünyavi fikirlərdən azad edəsən, gələsən, məhz bu gecədə əllərini açasan Allah dərgahına və öz hacətini bu gecə Allahdan istəyəsən. Bütün diqqətini cəmləyirsən bir məqama. Bugün sizlərlə bərabər burada, məsciddə əgər neçə yüz insan əyləşibsə, analar, bacılar, qardaşlar bu məclisə gəlibsə, sizlərlə bərabər mələklər burada iştirak edirlər. Alimlərimiz bizə deyirlər ki, İmam Zaman ağa bu məclisdə iştirak edir. Xanım Zəhra salamullah əleyhə bu məclisdə iştirak edir. Hər kəs hansı formadasa bu məclisə qatılırsa, dəstək olursa, Allah Teala bu gecənin hörmətinə, Bab-ül Həvaic Əbəlfəz ağanın hörmətinə, onun hacətini, onun istəyini, onun duasını qəbul eyləsin inşallah. Bu gecə inşallah söhbətimizi, sözümüzü istəyirəm bir qədər dua ilə başlayayım. Allah Qur'an-ı Kərimdə ayə-i şərifədə buyurur ki, Bəqərə surəsində, bəndələrim məni səndən soruşduqda söylə ki, onların duasını qəbul etməyə yaxınam. Mənə dua edin, dualarınızı qəbul edin. Bu gecə məxsus bir gecədir. Duanın qəbulluğu üçün məxsus bir gecədir. Biz gecə-gündüz Allahdan istəməliyik. Və bu gecələr bizə bir şərait yaradır ki, bundan sonraki gecələrdə də bu dəsti xətti qoyub, Allahla daim razı niyazlı olaq və öz istəklərimizi, hacətlərimizi Allaha təqdim edək, dua etməli, yalvarmalıyıq və bu gecə gərək qəflətdə olmayasan. Biz məxluquq, Xaliq Allahdır. Biz eşidə bilmirik, eşidən Allahdır. Biz ehtiyaclıyıq, ehtiyacsız Allahdır. Bizə yoxdan verən, əta edən Allahdır. Biz kiçiyik, amma istəklərimiz, hacətlərimiz çox böyükdür. Çünki Allah çox böyükdür. Allah o Allahdır ki, aza çox verər, çox əta edər. Bizlərə görməyi, danışmağı, eşitməyi verən Allahdır. Biz dilsizik, danışan Allahdır. Biz şoruq, görən Allahdır. Bugün Allahdan istəyir ki, ilahi pərverdigara, Bab-ül Həvaic Əbəlfəz ağanın hörmətinə bizim bağlı qapılarımızı açqına. Allah Qur'an-ı Kərimdə Həzrəti Yusifdən, Həzrəti Yəqubdan, Həzrəti Musa Peyğəmbərdən, İbrahim əleyhissalamdan və digər Peyğəmbərlərdən danışır. Onların çətinliklərindən, məşəqqətlərindən, Adəm əleyhissalam, Nuh əleyhissalam, Əyyub əleyhissalam, Zəkəriyanın həyatından bizə nümunələr göstərir. Allahdan istəyimiz, arzumuz bu olsun ki, ilahi pərverdigara, Adəmin tövbəsini qəbul edən kimi, Adəmin tövbəsini qəbul etdiyin kimi biz günahkar bəndələr gəlmişik qapıya. Günahları bağışlayan sənsən, əff edən sənsən, tövbələri qəbul edən sənsən, bizim də tövbələrimizi qəbul eylə.
günahlarımızın üstündən qələmi əf çək. İlahi Pərverdigara, Nuhun gəmisini tufandan xilas edən sənsən. Bizləri də bu dünyanın, nəfsimizin tufanlarından xilas eyləyinən. Xəstələr var, mərizələr var. Neçə gündür xəstələrlə bağlı iltiması dua istəyiblər. Burada vərəqdə təqribən neçə insan hacət üçün, dua üçün bizə müraciət edib. Bizə müraciət edib deyəndə sizə, o amin deyənlərə müraciət edib. Burada elə bir şəxs ola bilər ki, içimizdə onun amin deməsi, onun dua istəməsi Allah yanında məqbul olar. Biz bilmərik, o bizim aramızda gizlənib. O xəstələr ki var, nəzərdə olan xəstələr, İlahi Pərverdigara, Əyyub əleyhissalama o xəstəlikdən sən ki nicat vermisən, bütün nəzərdə olan xəstələrimizə nicat verginən. Bizi Həzrəti Əyyub kimi səbirli, şükür edən, zikr edən bəndələrdən qərar ver. Övlad həsrətində olanlar var. Mən hər dəfə deyirəm, bu cavanlarımız bizim gələcəyimizdir. Allah bu cavanların ömrünə bərəkət nəsib eyləsin. Hidayət olmayan cavanlarımızı da hidayət eyləsin. Bunların içində subaylar var, subaylarımızı evlilik nəsib eyləsin. Evlənib, övladı olmayanlara övlad nəsib eyləsin. Necə İbrahim əleyhissalama, İbrahim Xəllilə yaşlı vaxtı İsmaili, İsaqı ətə eləmisən. Zəkəriyyə Peyğəmbərə övlad verən Allah, övladı olmayanlara övlad nəsib eylə. Yusuf əleyhissalamı quyudan xilas edən, zindandan xilas edən Allah, bizləri də dardan, çətinlikdən, sıxıntılardan xilas eyləginən, bizlərə nicat ver. İlahi Pərverdigara, Yusifi Yaquba qovuşduran sənsən. Bizim də qəlblərimizi İmam Hüseyn əleyhissalama, Əbəlfəzə, qəriblikdə olanlarımızı ailələrinə, əskər balalarımızı ata-analarına qovuşdur ginən. Yaqubun gözlərinə şəfa verən Allah, bizim də gözlərimizə, xəstələrimizə şəfa ver ginən. İbrahimi Nəmrudun atəşindən, zülmündən, Musa Peyğəmbəri Fironun, Qarunun zülmündən xilas edən Allah, bugün bəşəri, bütün dünya zalimlərin zülmündən, əzabından xilas eydəginən. İbrahim əleyhissalamın ibadətini, itaətini, duasını qəbul etdiyin kimi, bizlərin də ibadət, itaat dualarımızı, bu məclisimizi, bu əzadarlığımızı öz dərgahında ali dərəcədə qəbul eylə. Və səndən istəyimiz, arzumuz budur ki, bizi Qur'andan, Əhl-i Beytdən ayrı salma. Burada iltiması dua istəyiblər, ad yazıblar, sağlamlıq üçün, ruzi üçün, məktəb üçün, borc üçün və digər adlar var. Bütün bu iltiması dua istəyən, nəzərdə olan dua istəyənlərin də dualarının qəbulluğuna Muhammed Ali Muhammedə sələvat edəyələr. Babil Həvaic Əbəlfəz ağa Həzrəti İmam Hüseyn əleyhissalama nisbəti qardaş nisbəti idi. Kərbəla, Muhərrəm, Aşura günü bunların hamısında ki biz deyirik Kərbəla bir məktəbdir, Aşura bir məktəbdir, Məhərrəm ayı bir məktəbdir, burada dərslər var, nümunələr var. Dedik ki Kərbəla hadisəsində ora baxırsan, gözəl bir ailə səhnəsi görürsən, gözəl bir ailə tablosu ilə rast gəlirsən. Burada həyat yoldaşından tutmuş onun vəfadarlığı, atanın övlada, övladın ataya məhəbbət, sevgisi, vəfası. Kərbəlada xüsusi qəhrəmanlığı ilə insanların qəlbini fəth edən, şücaəti ilə, boyu ilə, buxunu ilə, gözəlliyi ilə elə bir simaya malik olan, ona 14 gecəlik ay, qəmər-i Bəni Haşim deyirlər, Həzrəti Əbəlfəz ağa kimi bir qardaş nümunəsi var idi. Babil Həvaic Əbəlfəz Abbas ağa. Qur'an-ı Kərimə biz müraciət eləyəndə, Qur'an-ı Kərimdə
bu mövzu ilə bağlı, yəni qardaşlıq mövzusu ilə bağlı bir neçə təzadlı məqamlara rast gəlirik. Bunlardan biri Adəm əleyhissalamın övladları Habillə Qabil, bu iki qardaşın misalını Quran bizə nümunə göstərir. Adəm əleyhissalam ilk yaranış, ilk peyğəmbər, onun övladları Habil və Qabil. Qabil Habilin qatili olur. Doğma qardaşdılar, amma Qabil Habilin qatili olur. Niyə? Həsəd xəstəliyinə tutulmuşdu Qabil. Qardaşının qurbanı qəbul olur, qardaşının duası qəbul olur, qardaşının məqamı Allah yanında ucalır. Bunlara dözə bilməyən, həsəd aparıb, həsəddən özünə gələ bilməyən Qabil, doğma qardaşı Habilin qatili olur. Səbəb nə idi? Səbəb həsəd, paxıllıq, kin, küdürət. İkinci bir nümunəni bizə Həzrəti Yaqub əleyhissalamın övladları ilə bizə misal gətirir. Yaqub peyğəmbərin övladları kiçik qardaşları Yusifə elədikləri paxıllıq, həsəd müqabilində nə elədilər? Onu quyuya atdılar. O kiçik Yusifi, az yaşlı Yusifi quyuya atdılar. Bu da bir qardaş nümunəsidir Quran-ı Kərimdə. Və gəlirsən Quran-ı Kərimdə bir qardaş nümunəsi hardadır? Hz. Musa peyğəmbərin əleyhissalamın Allahdan özünə köməkçi istəməsi. Deyirlər Pərverdigara, bu Fironun zülmü qarşısında özümə köməkçi istəyirəm. Kimi? Deyir, qardaşım Harunu mənə köməkçi qərar ver. Hz. Rəsulullah səhabələr arasında qardaşlıq siğəsi bağlayır. Hər biri ilə bir səhabənin digər səhabə ilə qardaşlıq siğəsi bağladıqdan sonra hamı qardaş oldu, qalır bir Mövla-i Müttəqən Əmir əl-Müminin Əli əleyhissalam. Həzrət əleyhissalam baxır, heç kim qalmadı. Dedi, Allahın Rəsulu, bəs hamını bir-birindən qardaş elədin, bəs mənim halım necə olacaq? Həzrət buyurdu ki, sənin mənə nisbətin Harunun Musa peyğəmbərə olan nisbətidir. Sən mənim dünya və axirət qardaşımsan. Bax, bu məqamdan çıxıb İmam Həsən, İmam Hüseyn əleyhissalamın adları Musa əleyhissalamın qardaşı Harunun övladlarının adı ilə eynilik daşıyır. Deyirlər ki, Quran-ı Kərimdə Əhl-i Beytin adı, İmam Hüseynin adı, Kərbala, Məhərrəmlik, Aşura varmı? Quran-ı Kərimdə namaz neçə rükətdir? Varmı? Namazın qılınma qaydaları, o şəri fiqi cəhətdən bugün namaz qılınır, varmı? Yox. Amma diqqətlə insan, yəni zahirinə baxanda yoxdur. Amma onun diqqətlə baxanda, batininə baxanda görürsən ki, hər bir şey orada açıq-aşkar göstərilir. Və Quran-ı Kərimdə Əhl-i Beyt haqqında, İmam Hüseyn əleyhissalam haqqında, İmam Hüseyn əleyhissalamın qiyamı, müsibəti, şəhadəti ilə bağlı çoxlu ayələr var. Sən görmürsən, o demək deyil ki, o yoxdur. Bir dəstə deyir ki, Quran-ı Kərim İmam Hüseyn əleyhissalamın şəhadətindən əvvəl nazil olmuşdur. Necə ola bilər ki, orada Quran-ı Kərimdə onun haqqında ayə olsun? Onun müsibəti haqqında necə danışa bilər? Quran-ı Kərimdə o qədər hadisələr var ki, gələcəkdə baş verəcək. Quran-ı Kərim onlar haqqında məlumat verir. Gələcəkdə baş verəcək hadisələr haqqında Quran-ı Kərimdə kifayət qədər ayələr vardır. Ona görə də Quran-ı Kərimdə İmam Hüseyn əleyhissalam müsibəti, şəhadəti, ilahi məqamını bəyan etmiş o qədər ayələr var ki, əvvəla Quran-ı Kərimin İmam Hüseyn əleyhissalam şəxsiyyəti və onun Əhl-i Beytin üzvlərindən biri olması barədə Təthir surəsində nə buyurur? Bismillahirrahmanirrahim. İnnəmə yuridullahu liyudhibə ankumur ricsə əhləl beyti və yutahhirakum təthira.
Həqiqətən, Allah siz əhl-i beytdən hər cür çirkinliyi uzaqlaşdırmaq və sizi tamamilə pak etmək istəyir. Həmən bu ayə bütün İslam mənbələrində Əhl-i Kisanın üzvlərinə aiddir. Əhl-i Kisa kimdir? Həzrət Rəsullahın əbasının altında Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyn cəmlənmişdilər. Bax, bu ayə orada nazil olur ki, bu Əhl-i Beytdən bütün pislikləri və çirkinlikləri pak etmək istəyir Allah Teala. Bəzi ayələrin batini mənası var, bəzi ayələrin zahiri mənası var. İmam Hüseyn Əleyhisselama aid edilmişdir. Allah Teala buyurur ki, diri-diri torpağa bastırılan qızdan soruşulacağı zaman ki, səni hansı günaha görə öldürdülər? Diri-diri o qız övladları ki, öldürüldü, Kərbala hadisəsində əsirlər karvanı gedəndə xanım Rüqəyyə, xanım Səkinə, məsum imamlardan nəql olunan bəzi rəvayətlərdə bu İmam Hüseyn Əleyhisselama aid edilir və məzlumcasına qətl etdiklərin haqqı tapdananlar ki var, bunlar kimdir? İmam Hüseyn Əleyhisselamdır və onun sahabələridir. Bir ayə Quran-ı Kərimdə İsra surəsində deyir, kim məzlumcasına öldürülürsə, onun vəlisinə ixtiyar vermişik ki, o da qisas almaqda həddi aşmasın. Yenə məsumlardan nəql olunan rəvayətlərdə bu ayə İmam Hüseyn Əleyhisselama aid olduğu və məzlum qətlə yetirilən İmam Hüseyn Əleyhisselam, onun vəlisini isə İmam Zaman ağa olması bəyan edilmişdir. Peyğəmbər zamanında səlavat edir inşallah. Yəni, Əhl-i Beytlə bağlı biz baxsaq, araşdırsaq, görək ki, Quran-ı Kərimdə İmam Hüseyn Əleyhisselam haqqında, Əhl-i Beyt haqqında neçə belə ayələr vardır. Və məsum imamlardan nəql olunan rəvayətlərdə bu ayələrin bir qismi İmam Hüseyn Əleyhisselamın məqamı, müsibəti, şəhadəti və ilahi hədəfi haqqındadır. Onun məzlumluğu, onun məsumluğu, onun şəhadəti müxtəlif ayələrdə öz əksini tapmışdır. Bunun üçün insanın Qur'anı tanıması, bilməsi, oxuması, Qur'an elmi haqqında məlumat olması lazımdır. Yoxsa sıradan bir insan Qur'an-ı Kərimi ya ərəb dilində oxuya, ya Azərbaycan dilində oxuya, bu mənaları orada tapa bilməz ki. Qur'an-ı Kərimdə bəzən bir ayənin, bəzən bir surənin cild mənaları var, təfsirləri var. Ərəb dili o qədər zəngin dildir ki, Allah Teala Qur'an-ı Kərimi ərəb dilində nazil etməsinin bir səbəbi də o dilin zənginliyidir. Ərəb dili kimi bəşər tarixində dil, ikinci zəngin dil yoxdur. Gəlirik biz bu gecənin qəhrəmanı, inşallah söhbətimizin sonunda sizlər üçün dua edəcəyik. Çünki bu gecə xüsusi olaraq istəyirəm ki, özünüzü o dua məqamına hazırlaşdırasınız. Dedi ki, qardaşlıq nümunəsi Kərbala hadisəsində xüsusilə İmam Hüseyn Əleyhisselamla Əbəlfəz ağanın, xanım Zeynəblə İmam Hüseyn Əleyhisselamın, xanım Zeynəblə Əbəlfəz ağanın münasibətləri, bacı-qardaş münasibətləri bir çox bacı-qardaşlar üçün, ümumiyyətlə bəşərdə olan bütün bacı-qardaşlar üçün nümunədir. Mən bayaq da qeyd elədim, doğma qardaş bir-birindən yola getmir, doğma bacı-qardaş bugün həyatda bir-birindən yola getmir. Sadə dünya malından ötürü, bir sözdən ötürü insanlar bir-birlərindən küsürlər, inciyirlər. Xırda bir söz, xırda bir hərəkət, yəni ona güzəşt eləmək olar, bağışlamaq olar. Bizim Allahımız bağışlayandır, rəhmədəndir, əffedəndir. Allah Qur'an-ı Kərimdə özünü neçə dəfə bizə nə cür təqdim edir? 114 dəfə Bismillahirrahmanirrahim deyir. Bağışlayan, rəhmədən, mehriban Allahın adıyla. 114 dəfə bizə xatırladır ki, ey mənim bəndəm, bağışlayan odur, rəhmədən ol, mehriban ol, əffədən ol. Həzrəti Əbəlfəzl ağanın çətin məqamları vardı, İmam Hüseyn Əleyhisselamın Kərbalada çətin məqamları vardı. Xanım Fatimə Zəhra salamlı əleyhanın şəhadətindən sonra Həzrət Əleyhisselam ailə qurmaq məcburiyyətində olur və Bəni Əsəddən Fatimə adında bir xanımla ailə qurur.
Həzrəti Əli əleyhissalamın evinə gələn Fatimə hər dəfə onun adı səslənəndə İmam Həsən, İmam Hüseyn, xanım Zeynəb narahat olurdu və o xanımın özünün xüsusi keyfiyyətləri var idi ki, insani keyfiyyətləri, ilahi keyfiyyətləri, yəni Allaha bağlılığı, imanı, təqvası var idi. Və bir gün Həzrət Əleyhissalama dedi ki, bugündən məni Fatimə deyə çağırma. Hər dəfə məni Fatimə deyə çağıranda İmam Həsən, İmam Hüseyn, xanım Zeynəb narahat olur. Ümmülbənin adı ilə sonra məşhur olur xanım Həzrət Əbəlfəz ağanın anası. Yəni anaları ayrı, ataları bir olan Babil Həvaic, Əbəlfəz ağa və İmam Hüseyn əleyhissalam Kərbalada elə bir vəhdət, elə bir birlik, elə bir məhəbbət, sevgi, vəfadarlıq nümayiş etdirirlər ki, heç cür onları biri digərindən ayıra bilməzsən. Deyirlər, Əbəlfəz ağa dünyaya gələndə, Həzrəti Əli əleyhissalama onu verəndə, Həzrəti Əli əleyhissalam o qundaqda olan Babil Həvaic, Əbəlfəz ağanın qolların öpür. Tarixdə oxumusunuz da, Peyğəmbər Rəsulullah sallallahu aleyhi ve sellem nəvələrini nə qədər çox istəyirdi, nə qədər çox sevirdi. Allah nəvəsi olmayana nəvə nəsib eləsin. Nəvə şirindir. Deyir ki, Peyğəmbər Rəsulullah İmam Həsən əleyhissalamı dodağından öpərdi, İmam Hüseyn əleyhissalamı boğazından öpərdi. Hətta İmam Həsən əleyhissalamı dodağından öpdüyünə görə xanım Zəhra salamullah əleyhə bir gün narahat olur ki, niyə İmam Hüseyni dodağından yox boğazından öpürsən? Bir narahatçılıq var. Deyir, yox qızım, bu mənim əziz ziyərparəm, nəvəm İmam Həsəni dodağından zəhərləyəcəklər, zəhər verəcəklər dodağından, bunu qətlə yetirəcəklər. Ona görə onu dodağından öpürəm. Bu mənim canı canımdan, əti ətimdən, qanı qanımdan olan İmam Hüseyn əleyhissalam boğazından kəsəcəklər, qətlə yetirəcəklər. Ona görə boğazından öpürəm. Həzrəti Əli əleyhissalam da Əbəlfəz ağanın qollarını öpür, əllərini öpür. O körpə təzə dünyaya gələn Əbəlfəz ağanı. Sual edirlər ki, niyə uşağın qolların, əllərini öpürsən? Bəyər bir işğalı var. Deyir ki, yox, bu qollar vaxt gələcək Kərbalada oğlum İmam Hüseyn əleyhissalam yolunda qələm olacaq. Qolları qələm olan Əbəlfəz. Əbəlfəz ağa belə bir şəxsiyyət idi və bilirsiniz ki, Kərbala hadisəsində Əbəlfəz ağa üçün ən ağırlı səhnələrdən biri ona Şimr tərəfindən, yəni İbn Ziyadın, Ömər Səədin qoşunu tərəfindən gələn əmannamə idi. Əbəlfəz ağa bu çağırışa getmək istəmirdi. İmam Hüseyn əleyhissalam ona çox təkid edir ki, deyir, get. Get, gör nə istəyirlər. Deyir, yox, mən getmək istəmirəm, mən səndən ayrılmaq istəmirəm. Deyir, mən bilirəm. Amma mən sənə deyirəm, get. Get, gör nə istəyirlər. Şimr ona deyir ki, ey bacımın oğlu Əbəlfəz, mən sənə görə qorxuram, narahat edirəm, narahatam. Niyə? Sənin qarşında 70.000 nəfər dayanır. Sən hara, onlar hara. Mən istəmirəm ki, səni öldürsünlər. Gəl bizə tərəf. Sənə aman verilir. Həzrət Əbəlfəz ağanın deyir, təbiətində belə bir şey vardı ki, qəzəblənəndə onun alnında bir damar qalxardı, qabarardı. O damar deyir, Haşimi damarıdır deyirlər o damara. Qəzəblənir və həmin Haşimi damarı onun üzündən görsənir, alnından görsənir. Həzrət Əbəlfəz ağa onların o təklifinə deyir ki, vay sən halına, ey Cövşənin oğlu, mənə aman verirsən. Halbuki Allahın Rəsulunun oğlu, onun ciyərparəsi, canı canından, əti ətindən, qanı qanından olan İmam Hüseyn əleyhissalam amanda deyil. Deyir ki, ey Cövşənin oğlu, mən İmam Hüseyndən icazəsiz cavab verdim. Əgər Hüseyn mənə icazə versəydi, başını bədənindən ayırardım.
and içir Allaha deyir, and olsun Allaha, əgər İmam Hüseyn əleyhissalamdan icazə almasaydı, sənin başını, sənin öz ağavın gözünün qabağında bədəndən ayırardı. Lakin mənim qardaşım Hüseyndən belə bir icazəm yoxdur. Vay sənin halına. Gördülər ki, Əbəlfəz ağa hirslənib, bunlara bu sözləri deyir, geri qayıtmaq istəyir. Bunlar bir addımda irəli atdılar, dedilər ki, Əbəlfəzə dedilər ki, biz sənə rəhbərlik verərik, hakimiyyət verərik, mal, var, dövlət, tac verərik. Çünki İmam Hüseyn əleyhissalama qılınc qaldıranların çoxu elə hakimiyyət, var, mal, dövlət, sərvətə görə idi. Həzrət Əbəlfəz ağa deyir ki, istədiyiniz qədər dünya səltənəti əldə edin, dünyanın hakimiyyəti sizin olsun. Mən Hüseynsiz hara gedim? 1000 dəfə sizə lənət, 1000 dəfə yox deyirəm, 1000 dəfə deyirəm ki, əsla yox. Dünya səltənəti sizin olsun. Hüseynsiz dünya mənim üçün heç bir dəyəri yoxdur. Hüseynsiz mənim heç bir şeyim yoxdur. Və bu sözlərlə Əbəlfəz ağa çox narahat olur. Əbəlfəz ağa ilə bərabər xanım Zeynəb salamullah aleyha, Kərbəla qəhrəmanı, bütün xanımlarımız üçün nümunə olan, örnək olan bir xanım. Allah Teala o xanımın ziyarətini bizlərə nəsib eyləsin. Bu məclislərə gələn, məclislərdə iştirak edən xanımların da nə hacətləri, nə istəkləri varsa, Allah bu məclislərin hörməti xatirinə onları qəbul eyləsin. O ana bacılarımızın, qız gəlinlərimizin də müşküllərin, çətinliklərin asan eyləsin. Onları bu qapıdan əliboş, naümid qaytarmasın inşallah. Xanım Zeynəbə xəbər çatır ki, Şimir məlun Həzrət Əbəlfəz ağanı çağırır. Qəlbinə bacıdır da bir nigarançılıq gəlir, bir narahatçılıq gəlir. Xeymələrdə də bu səs yayılır, bir vahimə yaranır. Uşaqlar ağlamağa başlayırlar. Əbəlfəz ağa yoxdur. Çünki uşaqlar neçə gündür susuzdur. Hamı gözləyir ki, Əbəlfəz ağa gedəcək, su gətirəcək. Xanım Zeynəb salamullah əleyha ağlamağa başlayır. Göz yaşı tökür. Deyir ki, Şimir, İbn Ziyad, Ömər Səd, Yezid, bunlar hamısı hiləgərdilər. Fitnə fəsad törədəndirlər. Qorxuram, qardaşlar arasında bir fitnə salsınlar. Həzrət Abbası qardaşı Hüseyndən ayırsınlar. İmam Hüseyn əleyhissalam xanım Zeynəb salamullah aleyhanın halını görür. Deyir, bacı Zeynəb, narahatsan, niyə narahatsan? Abbas üçün narahatsan, Əbəlfəz ağa üçün narahatsan. Xanım Zeynəb salamullah aleyha kövrəlir, ağlayır, göz yaşı tökür. Deyir, ey mənim qardaşım, ey Hüseynim, ey mənim ağam, ey mənim imamım, səndən xahiş edirəm, bir nəzər sar, gör, Həzrət Abbas hardadır. Həzrət İmam Hüseyn əleyhissalam Əbəlfəz ağanın yanına gedir. Əbəlfəz ağa qardaşını görüncə təəccüblə deyir ki, canım sənə fəda olsun ya Hüseyn. Canım sənə fəda olsun ey ağam. Niyə bura qədər əziyyət çəkib gəldi? Deyir ki, bura gəlməzdi. Gəlməyimə səbəb xanım Zeynəb və uşaqlar xeymədə narahatdılar, qala bilmirlər, sənin üçün nigarandılar. Sonra Həzrət Əbəlfəz ağa İmam Hüseyn əleyhissalam birlikdə xeyməyə tərəf qayıdır. Xanım Zeynəb uzaqdan Həzrət Abbası, Əbəlfəz ağanı İmam Hüseyn əleyhissalamla bir yerdə gələndə, gəldiyini görəndə qəlbinə nur saçır, su silənir. Sanki su səpildi qəlbinə. Və bunu görəndə bir daha dözmədi, o kövrək qəlbi başladı fəryad qoparmağa. Və uca səslə dedi ki, ey qızların pənahı, ey yetimlərin dayağı, ey qardaşımın arxa dayağı, haradaydın ey Əbəlfəz ağa? Haradaydın ey Abbas? Bir anlıq Əbəlfəz ağa təsəvvür edin, oradan ayrılıq məsafəsi nə qədərdir ki, Şimirlə onun söhbətinin məsafəsi, zaman fasiləsi nə qədər olar? O zaman fasiləsi xanım Zeynəb salamullah aleyhanı o qədər narahat edir, öz sevgisini, məhəbbətini, o nigarançılığını belə ifadə edir. Deyir, ey Abbas, qardaşımı tək qoyma.
bu uşaqları gözü yaşlı qoyma. Sən bu xeymələrin ümidisən. Sən Hüseynin sağ qolusan. Sən var olduqca, nə qədər sən varsan, bu uşaqlar özlərini yetim hiss eləməzlər. Və xanım Zeynəb salamullah əleyha Kərbalada Həzrət Əbəlfaz ağa ilə bağlı dedi, ya Abbas, nə olursa olsun, Hüseyni tək qoyma. Və bugün Əbəlfəz ağanın qapısına pənah gətirən, Əbəlfəz ağanı Allahla öz arasında vasilə qərar verən insanlar. Mən bayaq dedim, içimizdə elə bir insan ola bilər ki, burada onun duası Allah yanında elə qəbul olunar ki, biz onu bilmərik. Çünki Kumel duası kitabının şərhində yazıblar ki, Bəni İsrailə qıtlıq üz verir, 7 il qıtlığa düçar olurlar. 70.000 nəfərlə səhraya çıxıb yağış üçün dua edirlər. 7 il yağış yağmır, qıtlıq üz verir və səhraya üz tuturlar ki, onların belə bir adəti vardı, bir müsəllə olardı, yığışardılar orada, namaz qılardılar, dua edərdilər ki, yağış yağsın. Allah Teala Həzrəti Musaya belə xitab edir ki, onların duasını necə qəbul edim ki, günahları başlarının üstündə kölgə salıb. Məni çağırdıqları halda yəqinlikləri yoxdur. İlahi Pərverdigara, bizim də günahlarımız var, xətalarımız var, səhvlərimiz var. Gəlmişik sənin qapıva, sən bağışlayansan, əff edənsən, rəhm edənsən və duaları qəbul edən sənsən. Biz də bugün gəlmişik ki, bizim dualarımızı qəbul edəyəsən. Allahdan nida gəlir ki, Həzrəti Musa əleyhissalama qoy mənim bəndəm bürxdən istəsinlər ki, o dua etsin. Əgər o dua etsə, onun duasını qəbul edərəm. Bürx kimdir? Həzrəti Musa əleyhissalam baxır cəmaatın içində, o 70.000 nəfərin içində yoxdur. Çox axtarır onu. Həzrət nəhayət alnında səcdə əlaməti olan bir qala quru tapır. Salam verir, adını soruşanda deyir ki, mənim adım Bürxdür, Bürx. Məlum oldu ki, həmən şəxs, Allah Teala ki, buyurur ki, mənim bəndəm Bürxdən istəsinlər ki, o dua etsin. Musa əhvalatı danışıb, ondan müsallaya gəlib, o 70.000 nəfər insanla bir yerdə dua etməsini istəyir. Bürx deyir, səhraya çıxıb, Allaha müraciətlə belə ərz edir ki, bəndələrini yağışdan məhrum etmək sənin şənivə sığırmaz. Səndən xəsislik görmədik. Necə olar ki, lütf nəzərvi bizdən azaldasan. Yoxsa küləklər itaətindən çıxıb, xəzinələrin tükənib, bəlkə günahkar bəndələrə qəzəbin artıb, bağışlayan, rəhm edən sən deyilmisən ilahi Pərverdigara. Elə bu şəkildə Bürx dua etməyə başladı, Allahla razı niyaz eləyəndə göydən Allahın rəhməti yağış yağmağa başladı. İnşallah bu gecə Həzrəti Əbəlfəz ağa o xeymədə susuz qalan balalar, Əli Əsğər, Səkinə, Rüqəyyə və digər Həzrəti İmam Hüseyin Əsəlamın əhl-i beyti ki, susuz idi, üz qoyur Fərata tərəf su gətirsin, düşmən tərəf hər tərəfdən Əbəlfəz ağanı əhatəyə almışdı. Artıq Kərbala səhnəsində o qəhrəmanların hamısı şəhid olmuşdu. Bir Əbəlfəz ağa qalmışdı. Və bütün ümid də, gözlər də Əbəlfəz ağada idi. Əbəlfəz ağa indi su gətirəcək, bunları xilas edəcək. Və Əbəlfəz ağa o Fərat çayına tərəf gedəndə özü də susuzdur. Allah Quran-ı Kərimdə buyurur, onlar özləri istədikləri halda, ehtiyacı olduqları halda başqalarına verərlər, əta edərlər. Bax, Əbəlfəz ağa o Fərat suyunu deyir, ovucuna alır, içmir. Bu səhnəni çox eşitmişsiniz. Sənin bir şeyə ehtiyacın ola, ac olasan, susuz olasan, digər ehtiyacın ola və o sənin qabağına çıxa, sən ondan istifadə eləməyəsən, deyəsən ki, orada da susuzlar var, aparın birinci suyu onlara verim, sonra özüm içim. Və əlində şans var ikən su içməyə,
əlində, ovucunda olan suyu yerə buraxır. Siz bir qədər bunu təsəvvür edin, görün bu nə qədər dəhşətli səhnədir. Yəni, biz bəzən susuz asan oluruq. Orucluqda, o yayın isti günlərində bir qədər susuz olanda, o susuzluğu bir qədər hiss edirik. Bilirsiniz, Yezidin, Ömər Səədin, İbn Ziyadın bədbəxtçiliyi nədə idi? Bir var, su olmaya. Əgər siz Kərbala hadisəsini araşdırmışsınızsa, oxumusunuzsa, təhlil aparmışsınızsa, İmam Hüseyin əleyhissalam Kərbalaya gələndə o Südabə deyilən bir mənzildə Hür, onun qoşunu ilə onun qarşısını kəsəndə Hürrün qoşununun, özünün, o əskərlərin və minilərin, atlarının suyu yoxdur, suya ehtiyacı vardı. İmam Hüseyin əleyhissalamın qoşununda tərəfdarların, əhl-i beytin, sahabələrin ehtiyac suları vardı. O sulardan, öz ehtiyac sularından Hürrə, onun əskərlərinə və o miniləri, atlara, onlara verirlər su içməyə. Hansı ki, özlərinin ehtiyacı var idi o suya, yəni öz ehtiyac sularını götürmüşlər. Fərat çayı oradan axır, bir çay axır. O çaydan bir qətrə su uşaqlara vermək, yəni bunu verməmək, bu insanlıqdan kənar olan bir düşüncədir, təfəkkürdür, yanaşmadır. Və biz bunu deyirik ki, su orada var, axır, səndən əlavə ehtiyac suyu istəmirlər, son suyu istəmirlər. O sudan bir qədər o körpə balalara ən azından verə bilərdi. Və Əbəlfəz ağa o körpə balalar üçün, Əli-Əsğər üçün, Rüqəyyə üçün, Səkinə üçün, Əhl-i-Beyt su üçün gedir və su məşkini doldurub qaydanda ən böyük faciə, ən dəhşətli faciə. Bizim İslam tarixinə baxanda, ümumiyyətlə bəşər tarixinə baxanda müharibələr çoxdur. Çox insanların əlləri kəsilib, qolları kəsilib, başları kəsilib. Biz bunu 44 günlük müharibədə də görmüşük, 1-ci Qarabağ müharibəsində də görmüşük, 1-ci Dünya müharibəsi. Bugün də dünyanın müharibələrində insanlar işgəncələrlə öldürülürlər. Amma burada Əbəlfəz ağanın qollarının qələm olması, gözünün oxalması, başının bədəndən ayrılması, belinə o qədər, sinəsinə o qədər oxlar atılır ki, sayı bərabəri yoxdur. Nəyin müqabilində? Biraz suyu, bir qətrə suyu, bir isim suyu uşaqlara çatdıracaqdır. Onun müqabilində. O suyu gətirməyin qarşısını almaq müqabilində. Onlar edə bilərdilər, o suyu icazə verəydilər, aparsın, uşaqlara versin, sonra Əbəlfəz ağa ilə döyüşsünlər. O qədər onların gözləri qızarmışdı, qaralmışdı, görmürdü ki, Qur'an-ı Kərim buyurur ki, onların gözləri var, görmür, qulaqları var, eşitmir, qəlbləri var, möhürlənib, artıq möhürlənmişdi. Bu Qur'an ayəsi birə-bir İbn Ziyadın, Ömər Səədin, Şimrin, Hərmələnin özünə aid olan bir ayədir. Və Əbəlfəz ağa orada qəhrəmancasına şücaət göstərərək su məşqi əlində, əlini kəsirlər, dişi ilə saxlayır. Bu biri əlini kəsirlər. Yenə deyirəm, axıra kimi mübarizə aparır, suyu uşaqlara çatdıra bilmir. Bax, biz bugün bu faciədən danışırıq ki, bu Əbəlfəz ağa niyə bu qədər yüksəkliklərə ucaldı və Allah yanında bir məqam tapdı ki, bugün olub Babil Həvaic, hacətlər qapısı. Biz gedirik o qapıya, bugün gəlmirsən o qapıya, hacətlər qapısına öz hacətivi Babil Həvaic Əbəlfəz ağaya təqdim elə. Əbəlfəz ağanın Babil Həvaic, hacətlər qapısının olmasının bir səbəbi də nədir? Əbəlfəz ağa şəhidlik mərtəbəsinə yüksəldi. Şəhadət məktəbinin suyundan içdi, şəhid oldu. Şəhidin də məqamı Allah qatında o qədər ucadır ki, Allah Teala buyurur ki, şəhid ona ölü demə, onu ölü zənn eləmə, o diridir, Allah qatındadır, Allahın yanındadır, Allahın ruzisindən qidalanır. Əstəğfurullah, nəuzubillah, Allah Teala öz Allahlığını şəhidə verməz ki. Allah Teala şəhidə təvəssül, şəfaət, hacətləri vermə statusunu verib. Bu imtiyazı verib ona. Mən həmişə demişəm, bu yenə deyim. Biz danışırıq Kərbala şəhidlərindən,
bizim 44 günlük müharibədə, 1-ci Qarabağ müharibə şəhidlərində o qədər şəhidlərimiz var ki, onların qapısına, onların ziyarətinə gedən neçə insan öz hacətini oradan alıb. Xəstəsi olan gedib şəfasını oradan tapıb. Övladı olmayan gedib övladını oradan tapıb. Onu təvəssül edib o şəhidi Allahla öz arasına, Allah Teala o şəhidin ehtiramına ona övlad verib, onun xəstəsi şəfa tapır, onun çətinliyi, müşkülü asan olub. Şəhidin bu qədər böyük uca statusu var. Və Əbəlfəz ağa İmam Hüseyin Aleyhisselamın sonuna kimi yanında oldu və İmam Hüseyin Aleyhisselam üçün də ən ağır səhnə Babil Həvaic Əbəlfəz ağanı şəhadəti olduğunun qətlə yetirməsi oldu. Ələ lənətullahi ələ qavmiz zalimin. Sallallahu aleyke ya Eba Abdullah İnna teveccehna ve istecvana ve tevesselna bike ilallah ve qaddamnaka beyne yedey hacatina ya veciha. İnşallah hami bahem indallah ya Hüseyin lebler ve sağ-ı Kevser yaraşan kesilen eller ve demirem koy ayağın gözlerim üstünden Hüseyin ucu ayaklar altına baş koymağa yaxşı Ekber yaraşar ne güzel yazıp şair kıyamet edip neler vardır koya sinemin üstten şimra yağın İmam Hüseyin'in sinesi üstünde çıktı şümür. Allah lanet edesin. Nere vardır koyan sinemin üstünden şimra yağın Hüseyin nedir? O güzel sinemin üstünden balan asgar yaraşar. Sözüm bu değil. Ay Əbəlfəzə bu gecə deməli dərdi olayın. Mən kiməm hamımızın dilindən? Biz kimik? Biz nəçiyik? Hüseyin ay mən kiməm, mən nəçiyəm? Aldı mən nökər deyələr. Niyə Hüseyin? Biz kimik, biz nəçiyik? Adımıza nökər deyələr. Əgər biz Hüseyin sənə nökər olsan iftixarımızdır. Amma sən kimi şaha nə yaraşar? Kim yaraşar? Sen kimi şahı Əbəlfəz kimi nökər yaraşar. Aşuranın günü tamamı şəhidlər ölüb. Bütün şəhidlər ölüb. Əbəlfəz ağa xeyməsindən oturub. Qeyrətindən əsir Allah. Amma Hüseynin balaları gəldi Əbəlfəzinin xeyməsinin kənarında dayandılar. Təcəssüm elə gözünə gətir yine. Hüseynin o balaca qızları əllərində su camı, su məşqi gəldilər Əbəlfəzin xeyməsinə. Əmucan! Özlərini demirlər, balaca qızlar özlərindən demir, danışmır. Bilirsiniz nə deyirlər? Əmucan, əsqər susuzdur. Kardeşimiz yuxuya gezmir. Lay 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 lay.
İmam Hüseyin'e dedi, Hüseyin, səni andı verirəm nənən Zəhraya, icazə ver, tarixdə son dəfə mən saqqallığımı isbat edeyim. Sakka nədir? Paylayan. Sübut edeyim ya Hüseyin, icazə ver mənə. Allah, Allah, sailə lütfi fəravan edən Abbas ağadın, aşıqın dərdinə dərman edən Abbas ağadım, Abbas bizim də dərdimizə dərman elə ya Əbəlfəz. 4 imam, 4 dənə imam onun əlindən öpüb. 4 imam öpdü əlin, fəxr-o mübahat elədi, iftixar elədi ondan. Əllərin neylədi, fidye-i Qur'an edən Abbas ağadı dünyaya gələndə Mevla Əliyə xəbər verdilər, ya Əli, Ümməlbənin bir cavan bala dünyaya gətirir. Qolları uzun, qaşları sənin qaşlarına, gözləri sənin heyləri gözlərinə bənzir. Aldı qucağına Həzrət, bir sağ gözündən öpdü, bir əllərindən öpdü can bala. Amma gördülər Əli ağlayır. Ya Əli, niyə ağlayırsan? Deyirlər Əli ona görə ağladı, kaş Kərbəlada olaydınız, görəydiniz Qarbalam Əbəlfəz neyləyin. Ah, yandan baxaram bu yaralı peykərə qardaş, xəndayan gülə bənzər, dağılıb çöllərə qardaş Əbəlfəz. Hər yad o gün dayad o saatdən Əbəlfəz, bu əlləri Zəhra gətirər məhşərə qardaş. Zəhra xan Əbəlfəzin de qolların məhşərə gətirəcək. Allah, Allah, getdin demədin, qardaşının çarəsi yoxdur. Yalqızdı adamsızdı, onun əkbəri yoxdur. Əbəlfəz, qardaş çağıranda səsinə səs verən oxdur ay qardaş. Ah, ay, Zeynəbə hər sözü tapşırdı gəlib meydana. Dedi bacı gedirəm mən gedirəm meydana, Əbəlfəzin yanına gedirəm bacı, səndən bir iltimasım var. Gedirəm Zeynəb, qorxuram amma Əli beldə qəydəm ay bacı. Ah, ah, ravidir Hüseyni gördüm, Əbəlfəzin başının üstünə gələndə yolda əyildi, nəsə yerdən bir şey götürdü. Diqqətlə baxanda gördüm Əbəlfəzin uzun qolların basıb bağına. Ya Əbəlfəz, qeyrətli qardaş, vəfalı qardaş, sərdarım, ələmdarım Əbəlfəz, harda qalmışsan? Amma gəldi gördü, nə gördü? Gördü Abbas'a bakır, adamın balası öləndə başının üstünə kim gələr? Anası gələr də ha. Gördü Abbas'a bakır, Fatimə səslür, bala vay. Gördü Abbas'a bakır, Fatimə səslür, bala vay. Baş kəsənlər eləyir həl-hələ doğru bərdə. Qardaşın doğru bərin xəlvət edib indi yerə, yox təmaşa yeri. Əfsus, qolu pərpərdə. Gəldi gördü Əbəlfəzin başı parçalanır, qollar yox bədənində, gözünə qan dolub. Deyir görür yavaş-yavaş gəlirdi Əbəlfəzin başının üstünə. Həzrəti Əbəlfəz görmür, elə bir qatildir, gəlir başının bədənindən ayıra. Amma elə həzin səsindən deyir, ey qatil, əvvəl başımı gəzmə, qoy qardaşım Hüseyin gələ
Əlfəzin bu sözünü İmam Hüseyin eşidə. Görün qatilə necə yalvarır. Sənə and verirəm. Allah icazə ver qardaşım Hüseyin yana. Aldı qardaşının o yaralı başını, parsalanan başını dizi üzdə. Nə cür qardaş idin, mən bilirəm, özgəsi bilməz. Min aləm olar, aləmə mislin dahi gəlməz. Qeyrətli ələmdarım. Bir qəddi ki qardaş ölümü büktü düzəlməz. Benim sındı ay qardaş. Ah, 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 gördü Əbəlfəzin gözündən yaş gəlir. Dedi Əbəlfəz niyə ağlayırsan? Nənən Ümmülbənin yadına düşdü. Ya qolların yoxdur bədənində. Qardaş, dedi ağlamıram nənəm, oğulsuz qaldı. Ağlamıram peykərim, qolsuz qaldı Hüseyin. Bilirsən niyə ağlayıram, anam oldu. Axı mən ölürəm, Hüseynim yalqız qaldı, Hüseynim tək qaldı. Hüseynim bu düşmənlər içində yalqız qaldı Hüseyin. Axı anam Ümmülbənin demişdi bala, səni Hüseynə mən nökər vermişəm. Hüseyin nökər belə ağanı qorumaz ay qardaş. Qayıtdı xeymələr səmtinə, istədi xeymələrə gətirə bilirsiniz, dedi. Məni xeymələrə aparma, bu yerdə rahatəm mən Hüseyin. Məni xeymələrə aparma Hüseyin, balalarından xəcalətəm mən. Gördülər imam gəlir amma beli bükülüb, əli belində qoyub. Zeynəb deyir, dinmədim, amma balaca balalar qaçdılar İmam Hüseynin qabağına. Əbəlfəz harda qaldı? Əmum Əbbas harda qaldı? Gəldi xeyməsinin kənarında dayandı. Neylədi? O məzlum ağa deyir, əvvəl xeymənin sütununu yıxdı yerə. Yəni balalarım yıxılıb Əbbasim Nəhr-i Fərat üzdə bilimsindir Zeynəb aləmdarım boyanıbdır qanım vəfali sərdarim livay-i Kur'an'ım aləmdarım. O yani yar vefadarım oyan, məni tək qoyma aləmdarım oyan, məni tək qoyma aləmdarım oyan. O yanı yar vefadarım oyan, məni tək qoyma aləmdarım oyan, məni tək koyma aləmdarım yolu xeymədə gözlür balalar, sənə qurban ola qızlarım oyan, şərəf olmasın oyan. Gözəl, gözəl Basım oyan, şərəf olmasın oyan. Güzel basım Oyan ey, oyan ey, oyan ey yar vefadarım oyan, oyan ey yar vefadarım oyan, məni tək qoyma aləmdarım oyan, tək qoyma aləmdarım oyan, şərəf olmasın oyan, gözəl Əbbasım oyan,
şeref nasım oyan. Sanaman kanı batın ay diyorum. Sanamam kanı batın ay diyorum. Dökerim göz yaşıyla ay diyorum. Dökerim göz. Mən öpən qara gözündən o öpüb. Mən öpən qara gözündən o öpüb. Daş gözəl sinəvi məndən soxubüm. Şərəfun nasim oyan. Şərəfun nasim oyan. Oyan şeref Demirəm qardaşına könlümü al. Demirəm qardaşına könlümü al. Demirəm dur gedəyəm yamidə qal. Geymişi qavruvi ey sahibi məşku ələm. Geymişi qavruvi ey sahibi məşku ələm. Gəlmişik matəmüvə ey qolu təndən qələm. Qolları qələm, qolları qələm. Ey su üstünde veren eşk ile salgı solun. Ey su üstünde veren eşk ile salgı solun. Dine ishar eyleyen cengide bir kolun. Kanlı kollar ile yakar bu belanın yolun. Kanlı kollar ile yakar bu belanın yolun. Sinemizden ya düşüp az gavresin verem. Hammımız müptela. sana melfet ya. Ey Reşid-i Alevi, ey Reşid-i Alevi, bende deli mürteza. Ey Reşid-i Alevi, bende deli mürteza. Abd-i Salih lakabın canı ve canlar feda. Kolları kan maşallah. Gelmiş dergah ve ey gol tenden gelem. Gelmiş matem ve ey gol tenden gelem. Giymiş kar ve ey sahibi meşku elem. Hamımız mubtela aşık-ı can evvel fel. Gelmişik matem ve ey gol tenden gelem. Gelmişik matem ve ey gol tenden gelem. Giymişik kar ve ey sahibi meşku elem. Giymişik kar ve ey sahibi meşku elem. Hamımız mubtela aşık-ı Kerbela ya.
یا امل فستان پسر فاطمه پسر فاطمه پسر فاطمه بزنا زیلمه یا امل فستان یا امل مشی در جهوه ای گل تنن گلم جلمشک ماتم و ای گل تنن گلم جیمشک گارو ای صاحب مشک و علم هممز مبتلا عاشقی کربلا یا پس یا بیده یا امن خبر داره ازان داره محرم دنن لبیک حسین لبیک ابوالفضل خبر داره ازان داره محرم دنن بیده دنن لبیک حسین لبیک خانم زهرا نیر başlandı matem خانم زهرا نیر başlandı matem denen lebbeyk Hüseyin lebbeyk Emelfes denen lebbeyk Hüseyin خبر داره عزادار محرم دenen فاستنا لبیک هر bu eşke bir kıymet yazımdır İmam-ı Sadık'ım cennet yazımdır Hüseyin sana herkes gelenmez Sana erbab-ı zide lazımdır Gözün yaşını revan et misli zemzem Denen Hüseyin lebbeyk Emelfes Denen Hüseyin lebbeyk Emelfes Denen lebbeyk Emelfes Bu teşkilata hol kes olsa bedmin O ya Vehhabidir ya düşmenidir Çıkartmaz garesini halis Hüseyin'sin Ne kadar Ali Ömeyye etse tahir Yahud'un ağzına vurmuştu muhkem Denen lebbeyk Hüseyin lebbeyk Denen lebbeyk Uca eşklə denen lebbeyk Hüseyin denen eşklə sınavı Emelfes Hüseyin'e nöker olmak himmet ister Emelfezli çağırmak gayret ister Allah ilazem denen lebbeyk Hüseyin lebbeyk Emelfes denen lebbeyk Hüseyin lebbeyk Emelfes خبر داره عزادار محرم دنن لبیک حسین علم دار حسین منم کربلا علم دار حسین منم ماه منور منم شیر دلاور منم ساقه کوثر منم یک تن leşker denen Kufeden eyder yolunu gözlemesinler bugün kerbu belada menam Heyder diger bugün kerbu belada
منم حیدر دیگر، منم فاتح خیبر، منم کربلا علم دار Hüseyin منم Kerbela Yekten ilişyer denen Kufa'da Heydər yolunu gözlemesinler. Bugün Kerbela'da mənəm Heydər diger, mənəm Heydər diger, mənəm Fatih Heydər, mənəm Kerbela alemdar Hüseyin, mənəm Kerbela Alemdar Hüseyin mənəm Kerbela Alemdar Hüseyin Düştü evvel fazlın adı dillere, düştü evvel fazlın adı dillere, Şiə feda ol kesilen ellere, Şiə feda ol kesilen ellere, ey ehli beyte sakka evvel faz, tavbel havayı Mevla, ey adi sakka özü etşan ağa, ey adi sakka özü etşan ağa, kavli keremden beyi ihsan ağa. Ey adi sakka özü etşan ağa, kavni kerem menbeyi ihsan ağa, parçalanan bağışu ve kurban ağa, parçalanan bağışu ve kurban ağa, deryaya fazlin mena ebel fel, abel hevayit Mevla, ey ehli beyte Kaş bugün bu damda, Kaş bugün bu damda, kaş bugün bu damda, kaş bugün bu damda, olaydım Kerbela'da. olaydım Kerbela'da, Kaş bugün bu damda, kaş bugün bu damda, olaydım Kerbela'da. olaydım Kerbela'da, Keseydim kurbanları, keseydim kurbanları, keseydim kurbanları, keseydim kurbanları, vereydim ihsanları. vereydim ihsanları, Ya sen varsın, ya sen varsın, ya sen varsın. ya sen varsın, Hüseyin balaları ve kurban olun. Hüseyin balaları ve kurban olun. Hüseyin balalarına kurban olun, Susuz dodakları ve kurban olun. susuz dodaklarına kurban olun, Hüseyin balaları ve kurban olun. Hüseyin balalarına kurban olun, Susuz dodakları ve kurban olun. susuz dodaklarına kurban olun. Ya Hüseyin Beyi ihsan ağa, parçalanan bağışı ve kurban ağa, deryaya fazlin mena ebel fel, can ağa eşkünde ürəklər esən. Guruhim belə Mevlası var. Şiirlerin Hazreti Abbası var, Hansı guruhim belə Mevlası var. şiirlerin Hazreti Abbası var, Heydər'e benzer yeni beyzası var. şiirlerin Hazreti Abbası var, Gayreti Heyder'di tecellası var. şiirlerin Hazreti Abbası var, Kim gede Mecnun yolu Leylası var. şiirlerin Hazreti Abbası var, Hansı guruhim belə əlisi var. şiirlerin Hazreti Abbası var, Qəbəl fəzli mənası var. şiirlerin Hazreti Abbası var, Aşıq əbəl fəzli mənası var. şiirlerin Hazreti Abbası var. Biganiyem, çox ağlıram deyirlər divaniyem, çox ağlıram deyirlər divaniyem, Hüseyin məzarım nəba səfadir, dərdimə dərman Kərbel. Ey türbəti
Kavşen şafak Ay Kerbela Ay Kerbela Ay Kerbela Səndə yatıb bir məhliqa Aləm gəda Ki ol ağa Səndə yatıb bir məhliqa Aləm gəda Bir ol ağa Qurban o qanlı toprağa Ay Kerbela 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 Səndə gözəl dilbər yatıb bir yerdə dilbər yatıb Əkbər yatıb əsər yatıb Əkbər yatıb əsər yatıb Ay Kerbela 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 Ey mənim sahib zamanım hardasan Zülməlindən veramanım hardasan Ey mənim sahib zamanım hardasan Zülməlindən veramanım Amanım hardasan Gəl yetiş ki ruzigarım qarədir Mən kimi çox dərslilər bisarədir Gəl yetiş ki ruzigarım qarədir Mən kimi çox dərslilər bisarədir Gəl fərağımdan ürəklər yarədir Sığmayır cismimə canım hardasan Ey mənim sahib zamanım hardasan Zülməlindən veraman hardasan Ey mənim sahib zamanım hardasan Zülməlindən veramanım hardasan Allahümme kulle veliyike Haccet ebnil Hasan Salatuke aleyhi Ve ala abahi Hazi sa'an Ve fi kulli sa'an وليا وحافظا وقاعدا وناصرا ودليلا وعينا الله تسكنه أرضك سواء وتمتعه فيها سبيلا برحمتك يا أرحم الراحمين Yala Muhammed Ali Allahümme salli ala Muhammed ve Ali Muhammed Allahümme salli ala Allah'ım səni and ver izzət və cəlalıva, böyülübə xatir Qur'an, Peyğəmbər, Əhl-i Beyt hörmətinə etdiyimiz ibadət, itaat, dua, əzadarlığı bizlərdən qəbul eylə. İlahi Pərverdigara bu əzadarlığımızı son əzadarlığımız qərar vermə. Bu əzadarlığı Kərbalada keçirtməyi bizə nəsib eylə. İlahi Pərverdigara şəhidlərimizin məqamını uca edib ruhlarını bizə duası qərar ver. Şəhid yaxınlarına, əzizlərinə, doğmalarına səbr-i cəmil nəsib eylə. İlahi Pərverdigara səndən istəyimiz, arzumuz budur ki, qazilərimizə şifa verginə. Nəzərdə olan xəstələrə, mərizələrə şifa verginə. İlahi Pərverdigara ağsaqqallarımızın ömrünə bərəkət nəsib edib, onları ailələrimizə çox görməginə. Onları Həbib ibn Məzahirə bağışla.
İlahi Pərverdigar ağsaqqallarımızı yerin göyün bəlasından hifz eylə. Ana bacılarımız, qız gəlinlərimiz, xanımlarımız məclisə gəldilər, ziyarətə gəldilər. Onların ziyarətlərini qəbul eylə. Onları xanım Zeynəbə, xanım Zəhraya bağışla. İlahi Pərverdigar onların müşküllərini asan eylə. Hacətlərini qəbul eylə. İlahi Pərverdigar amin deyən cavanlarımızı yerin göyün bəlasından hifz eylə. İlahi bu cavanlarımızın nə müşkül sıxıntıları var asan eylə. İlahi Pərverdigara bu cavanların içində subaylar var, bunlara evlilik nəsib eylə. Evlənib övladı olmayan övlad nəsib eylə. Ev eşiği olmayan ev eşiği sahibi eylə. Ruzisi olmayana bol bol helal ruzi nəsib eylə. İşsizlərimizə iş nəsib eylə. Ruzilərimizə bərəkət nəsib eylə. İlahi Pərverdigara borcu olanları borc sıxıntısından nicat verginə. Qəriblikdə, səfərdə olanları səhi salamat evlərinə qaytar. Əskəri xidmətdə olan əskər balalarımızı səhv salamat evlərinə qaytar. Əskər zabitlərimizi düşmən gülləsindən qorur. İlahi Pərverdigar əskər zabitlərimizi səhi salamat evlərinə qaytar ginan. Ordumuzu qoru ginan. Ordumuzu qalib ordu qərar ver ginan. İlahi Pərverdigara səndən istəyimiz arzumuz budur ki, düşmənimizi zəlil eylə. İlahi amin deyən dillərimizi lal eyləmə. İlahi Pərverdigara səndən istəyimiz arzumuz budur ki, üzümüzə gələn günləri xeyrə mübəddəl eylə. İlahi Pərverdigara bizi 14 məsumdan, Əhl-i Beytdən, Qurandan ayrı sarma. Dünyada 14 məsum ziyarətin, Məşəd, Kərbəla, Həc, xanım Zeynəbin, Ərbəyin ziyarətin bizlərə nəsib eylə. Ahirətdə 14 məsumun şəfaatin bizə nəsib eylə. Evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əminəmanlıq, mehribanlıq, bol-bol helal ruzi nəsib eylə. Dünyanın və ahirətin xoşbəxtliyi, saadətin bu cəmmə nəsib eylə. Sülhü, əminəmanlığı yer üzərində bərqərar eylə. İlahi Pərverdigar iltiması dua istəyiblər ki, onlar üçün dua edək, o şəxslərin də dualarını qəbul eylə. Ehsan edənlərin, ehsanların qəbul eylə. Bizləri ehsan edənlərdən, əməli salihlərdən qərar verginə. Ölkəmizi, xalqımızı, millətimizi, vətənimizi, dövlətimizi qoru. Din, dövlət rəhbərlərimizi əqlə gəlməyən bəlalardan hifz eylə. Üç rəngli bayrağımızı bayraqlar içərisində uca eylə. Zalimi, zülümkarı, fitnə, fəsad, fisq-i fücur törədəni bizlərə müsəlləd eyləmə. İlahi Pərverdigara bu cavanlarımızı Cavanani Əli Əkbərə bağışla. Tifillərimizi Tifili Əli Əsqərə bağışla. Hər nə hacətlərimiz var, onu Babil Həvaic Əbəlfəz ağanın əli ilə qəbul eylə. Cəmi dualarımızın qəbulluğu, dünyadan gedənlərimizin istirahat ruhları şad, şəhidlərin ruhları şad. Əl-Fatihə məs-sələvat. Allahümmə səlləmə. İnşallah hamı. Bismillahirrahmanirrahim. Elhamdülillah alemin. Errahmanirrahim. مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين بسم الله قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا